Təhlükəsizliklə bağlı növbəti bir videomuzda hər birinizi salamlaram. Bugünkü mövzumuz məlumatlarımızın başqa üçüncü bir şəxslərə satılmasının qarşısının necə alınmağından bəhs olunacaq. Biz bildiyimiz kimi müəyyən platformlarda qeydiyyatdan keçirik və o platformlar bəzən bizim məlumatlarımızı satırlar və bununla da bağlı bizə reklam e-mailləri gəlir. Qarşımıza çıxan reklamlar bizim üçün customizable, yəni ki, özəlləşdirilmiş olaraq bizə göstərilir və belə halda da bizim artıq məlumatlarımız, e-maillərimiz, digər məlumatlarımız, ünvanlarımız, locationlarımız başqa şəxslərin əlinə keçir. Birinci növbədə təhlükəsizlik üçün Gmail kimi bir güvənilir olmayan bir platformda e-mail açırıq. Yəni rəsmi e-mailimizi istifadə etmirik. Belə bir platformda digər yerlərdə istifadə ediriksə, bu e-maillə hər yerdə bunu istifadə edirik ki, bu e-mail kiminsə əlinə keçsə belə bizim şəxsi məlumatlarımız tam əldə edilə bilməsin. Hal-hazırda gördüyünüz kimi bir e-mail açmışam və bu e-mail bizə necə istifadə edəcək, onu mən sizə göstərəcəm. Məsəl üçün, iTicket.az öz Azərbaycan platformlarımızın birində qeydiyyatdan keçirəm. Gördüyünüz kimi burada öz məlumatlarımı daxil edirəm və burada əsas məsələ bizim e-mailimiz azvapa@gmail.com-dur. Amma bunu istifadə etməzdən əvvəl işarəsindən qarşısında bir üstəgəl qoyub və ora istifadə etdiyim platformun adını yazıram. Ki, bilim ki, bu e-maildən mənə gəlsə, biləcəm ki, bizim məlumatlarımızı bu platform satıb. Bura şifrə yazıram. Qeydiyyatdan keçirəm. Gəlin baxaq, biz hər hansı bir vaxtı bizə deməli, iTicket.azdan bir məlumat gəlsə, biz əmin olacaq ki, burada bizim məlumatlarımızı satan şirkət iTicket.azdır. Mən nümunə olaraq bu göstərirəm. O demək deyil ki, iTicket.az bizim məlumatlarımızı satır. Sadəcə olaraq istifadə etmişəm bu platformu və Azərbaycan platformunda da göstərirəm. Gəlin baxaq, hətta biz burada bu formada e-mailimizi daxil etdikdə bizə məlumat gələcək. Halbuki bizim e-mailimiz azvapa@gmail.com idi. Amma baxın, bizə iTicket.azdan e-mail gəlir və biz gələrkən də burada e-mailimizi azvapa_iTicket olaraq da görürük. Beləliklə, biz əgər hər hansı bir yerdən bizə reklam xarakterli, yəni azvapa_ticket.gmail.com-dan bir reklam bu e-mailə bir iTicket.azdan fərqli bir yerlərdən, platformlardan məlumat gəlsə, biz biləcəyik ki, bu e-maillə biz iTicket.azda qeydiyyatdan keçmişdik və həmin e-maili də başqa platforma satan iTicket.az saytıdır. Yenə deyirəm, bu sadəcə nümunə olaraq göstərilmişdir. Azərbaycan platformudur, iTicket.az və mən də öz yerli platformumuzun üzərində sizə göstərmək istədim. Demək, bugünkü videomuzdan öyrəndik ki, başqa yerlərdə qeydiyyatdan keçərkən e-mailimizin arxasında üstəgəl qoysaq, nə yazsaq, o bizim doğru e-mailimizə gəlir. Birinci şərt budur. Məsəl üçün, biz azvapa e-mailini əgər biz azvapa_baku kimi yazsaq və harasa qeydiyyatdan keçsək, bu yenə bizim e-mailimizə gələcək. Üstəgəldən sonraki nəzərə alınmayacaq. Azvapa_qarabağ kimi yazıb harasa qeydiyyatdan keçsək, yenə bizim e-mailimizə gələcək. Demək, bunu biz digər platformlarda istifadə edərək bizim məlumatlarımızı hansı şirkətlər tərəfindən satıldığını rahat öyrənə bilərik və bununla da bağlı tədbirlərimizi görə bilərik. Növbəti videolarımızda görüşmək ümidi ilə hər biriniz sağlıqla qalın.